Salam uşaqlar. Salam. Əyləşin. 7D sinifi bu günlərin sizin siniflərdə sual yarışı keçiririk. Sual yarışımızda ikinci hissə kitabımızın daxilində olan mövzulara aid suallar olacaqdır və kimlər ki bu sualların hamısına hazırlaşıb, hamısını öyrənibsə, təbii ki, qalib şəxsdir, qalib şagird də həmin şagird olacaqdır. Bunun üçün biz sizlə sıra-sıra davam edəcəyik və sıralardan qalib gələn sual qatarı ilə davam edəcəkdir. Əlimdə gördüyünüz ağ vərəqlərdə suallar yazılıbdır və mən bu sualları bu qutunun içərisinə səpələyirəm. Götürdüyünüz sualı doğru cavablandıran növbəti mərhələyə keçmiş olur. Birinci mərhələ və birinci sırayla başlayırıq. Buyurun. Temperatur hansı cihazla ölçülür? Termometr. Doğrudur. Nigerdə əhalinin sayı nə qədərdir? 28 milyon. Doğrudur. Orbalikal hansı çay boyunca yerləşir? Hansı çay boyunca yerləşir? Yapalım. Bilmədim. Nisbi rüşvəli kimədir? Külək nəyə deyilir? Hansı təzyiqdən hansı təzyiqə doğru? Denizdən alır. Evet. Yüksək təzyiqdən hansı təzyiqə doğru? Hava şəraiti hava şəraiti havanın temperaturunu toplar Yox, hava şəraitini istəyirsən Kənan. Hava şəraiti nədir? hava təzyiqini ölçməsi. Hava şəraiti nədir? Mən deyim, Hava şəraiti ilə görə lokal ərazilərdə və qısa vaxtlarda havanın müəyyən edilməsinin vəziyyəti, müəyyən edilməsi Dəyişikliklərin müəyyən edilməsi. müşahidə edilən vəziyyəti. Doğrudur. Qaldırsın. 2 şagird. Deməli, birinci sırada, birinci mərhələdə 2 şagirdimiz yalnız düz cavab vermiş oldu. İkinci sırayla davam edirik. Mingəçevirin əsası neçənci ildə qoyulub? Mən 1954. Doğrudur. Gəncə daşkəsən iqtisadiyyatı rayonu haradadır? Azərbaycan harasındadır Gəncə daşkəsən? Hansı istiqamətdədir Azərbaycan? Nə? Hansı istiqamət sualı verir? Buyur, dinə. Qərbindədir. Doğrudur. Rütubətli hansı cihaz görür? Rütubətli hansı cihazın? Bilmədim. Dinə. higrometr. Doğrudur. Buyur. Kapital nədir? Nə? Kapitan nə edir? Bilmədim. Layını buludlar necə yaranır? Havanın yuxarı qalxması və altının keçir. Yox, Havanın yuxarı qalxması və sıxlaşmasına. düzdür. Necə havanın? Mən deyim, Temperaturuna görə necə havanın? Laylı buludlar necə havadan İsti yaranır? havalar. mən deyim, mülayim havanın qalxaraq nisbətən aşağı tərəfdə soyması nəticəsində yaranır. Doğrudur. Yox, qəbul edirəm. Orada temperaturunu düz demədin, bəli. Küləyə ölçən cihaz hansıdır? Küləyə ölçən. Yox, nəyə ölçür? Anemometr. Anemometr sürətini ölçür, bəli. Başqa hansı cihaz deyə Mən bilərsən? deyim. Hansı şkala ilə ölçür? Ay, sağ ol, aferin. Əllərini qaldırsınlar. 1, 2, 3 nəfər. Yəni, ikinci sıradan 3 şagird doğru cavab verdiyinə görə 3 bal qazanmış olur. Üçüncü sırayla davam edirik. Buyurun.
Neçənci ildən etibarən Çində görülən tədbirlər nəticə göstərdi? 2022 ildə. Doğrudur. Antarktikada buzun orta qalınlığı neçə kilometrdir? 6,6. Yox. Yəni 1,6. Doğru. Neçənci ilə qədər Çin dünyanın ən çox əhalisi olan ölkə idi? 2022-ci ildə. Və 2023 ay sonu. Doğru. Neçənci ildə BMT təşəbbüsü Çin demokratik siyasətə başladı 1963-cü ildə. Yox. Neçənci ildə siyasətə başladı? 1960-1963. Afərin. Qütb iqlim qurşağı hansı ərazidə əhatə edir? Bilmədim. Antarktida. Antarktida. Antarktida və Arktika. Nerede o Antarktika baktık? Qütb sahili. Ay sağ ol. Buyur. Dünyanın ən çox bölgəsi hansıdır? Bangladeş. Doğrudur. Çində əhalinin neçə faizi Şəhərdə yaşayır. 64. 64. Doğrudur. Üçüncü sırada doğru cevap verenler elini kaldırsın. 2, 3, 4, 5, 6. Üçüncü sıradan 6 şagird doğru cevap verdiğine göre 6 bal kazanmış olur. Dördüncü sırayla devam edelim. Buyurun. İşçi qüvvəsi nəyə deyilir? İnsanın zehni və fiziki qabiliyyəti olan şəxslərə. Doğru. İqlim nəyə deyilir? Lokal ərazidə il ərzində Yok. İklim neye değil? İklim neye değil? Peki. Havanın ildə ilə fişarı çox yüksək rejimi. Arasında çok öyle değil. hazırda qəfəsdən düşənə hansıdır Bakı? Doğrudur. Orta aylık temperatürü necə müəyyən edilir? Orta bir ay ərzində orta aylık temperatürü günlərin sayını, Günlerin orta temperatürü. turların sayını aylara bölmək. Yok. Yok. Karıştırdım. Ayların fərqləri. Yok. Orta aylık temperatür necə tapılır? Buyurun. Bir ay ərzində orta tutulan temperaturların cəmini ayın günləri sayına bölməkdir. Düz. Devam edelim. Ölkəmizin nə ilə tanınır? Nefti, qazı. Doğrudur. Mülayim isti iqlim ərazimizin neçə faizini tutur? 50. Yok. Mülayim ayısı. Atmosfer təzyiqi nə deyilir? Dördüncü sıra. Kimler doğru cevap vermişlerin kaldırsın. Deməli, dördüncü sırada 4 şagird doğru cevap verdiğine göre 4 bal kazandırmış oldu. İkinci merhale ve birinci sırayla 2 şagirdle devam edelim. Buyurun bunu. Dünyanın ən hündür göydələni hardadır? Çində Şanxay. Doğrudur. Bir de kim cevap vermişti? Buyur. İnnovasiya nədir? Mən innovasiya yenilik, Yani yenilik və fərqlilik. hansı cəhətdən yanaşmaydı o? İntellektə əsaslanan yenilik və fərqlilik. Tamam. İntellekte əsaslanan yenilikiydi. Tamam, qəbul edirəm. Birinci sıradan ikinci mərhələdə 2 şagirdimiz doğru cevap verdi. 2 bal kazanmış oldu. İkinci sırayla devam edelim. Buyurun. Miqrasiya nədir? Migrasyon ne değil? Ural və şəhər və Migrasyon ne değil? Region və ölkələrdə miqrasiya yolu ilə köçmənlərin atmosferaya azalması. Yani əhalinin yer dəyişməsi, seçməsi, bəli, yer dəyişməsi. Konvensiyalarda yerləşir, Santa Clara tərəsi. Yani hansı ülke? Hansı ştat? Amerika Birleşmiş Ştatları hansı ştat? Hansı ştat idi uşaqlar? Değil. Kaliforniya ştatıydı. Evet, qəbul edelim.
Dağ tundra iqlimi ölkəmizdə neçə metr ərazini əhatə edir? 1400. Dağ tundra neçə metrdən? 2700. Doğrudur. İkinci sırada, ikinci mərhələdə 3 şagirddən ikisi doğru cavab verdiyinə görə 2 bal qazandırmış oldu. Üçüncü sıranın 6 şagirdi ilə davam edelim. Buyurun. Rütubətlik neçə yerdə bölünür və hansılardır? 2 yerə. Buluddan düşən Yox, rütubətlilik neçə yerə bölünür? 2 yerə bölünür və regional müsbət prinsipi Buyurun. Dünyanın ən qədim məskunlaşma regionları haradadır? Afrika, Avropa, Asiya. Afrika, Avropa, Asiya. Doğrudur. Çinin ən böyük şəhəri hansıdır? Şanxay. Doğrudur. Abşeron xüsusi iqtisadi rayonun inkişafına görə hansı rayonun geri qalır? Bakı. Doğrudur. Rütubətlik nə deyilir? İstanbul'un Rütubətlilik nəyə deyilir? ben suyu Rütubətlilik nəyə deyilir? De görüm həcə. Yuxarıdan. Bəli. Havanın yuxarı miqdarına deyilir. Milmuğun iqtisadı Rayonu harada yerləşir? Milmuğan iqtisadi rayonu harada yerləşir? Bilirsən? Bilirsən. Mən bilmirəm. Buyur. İranla sərhəddə Kür çayı ilə Araz çayının qovuşduğu yer. Doğrudur. Üçüncü sıradan doğru cevap verenler kimler oldu? 1, 2, 3, 4 nefer, 4 şagirdimiz. Deməli, üçüncü sırada 4 şagird 4 bal kazandırmış oldu. Dördüncü sırayla devam edelim. Doymamış su buxarı nəyə deyilir? Havada olan maksimum su buxarından az olarsa doyur. Azərbaycanda ən çox yağıntı harada müşahidə olunan tanış yolları. Doğrudur. Hava proqnozu nədir? Hava proqnozu gələcəkdə havanın necə olur? Doğrudur. Hazırda ölkəmiz əhali sayı nə qədərdir? 10.250.000. Doğrudur. Dördüncü sıradan 4 şagirdimizin 4'ü de doğru cevap verdiğine göre 4 bal kazanmış oldular. Yekunlaştırırız. Birinci sıra 4 bal kazandı. İkinci sıra 5 bal kazandı. Üçüncü sıra 10 bal kazandı. Dördüncü sıramız ise 8 bal kazandı. Ve bal çokluğuyla üçüncü sıramız galip komanda, galip sıra hesabı olunur. Çünkü en çok suallara onlar cevap verirler.